Küçelere su serpmişem, küçelere su serpmişem. Yar gelende toz olmasın, yar gelende toz olmasın. Ele gelsin, ele geçsin, ele gelsin, ele geçsin. Aramızda söz olmasın. Bugün biz Zərifə Əliyeva adına parkdayıq. Və yəqin ki, bu parkın salınmasının bir tarixçəsi var və sizin də əməyiniz geçmiş bu parkın salınmasında. Elə deyil mi? Çox sağ olun xanım. Əlbəttə ki, var. Parkın sahəsi 6 hektardan artıqdır. Ətrafındakı zeytun bağlarının sahəsi də 6 hektardır. Parkın tikintisi 2000-ci ildə aparılıb. Açılışında Ulu Öndər Heydər Əliyev şəxsən iştirak edib. Parkın mərkəzində təxminən 3 metr boy atmış yaşıl ağacın dibində bir metal lövhə diqqəti cəlb edir. Burada yazılıb: bu ağacı Azərbaycan Respublikasının prezidenti Zat-ı Aliləri Heydər Əliyev əkmişdir. 28 aprel 2000-ci il. Ümummilli lider Heydər Əliyevin burada əkdiyi ilk ağacla bu parkın əsası qoyulub. Eyvaz Hünbətov Bakı Şin zavodunda çalışdığı vaxtlarda dissertasiya üzərində təcrübə aparan Zərifə Əliyeva ilə necə tanış olduğundan da söz açdı. Zərifə xanım demək kimyəvi maddələrin, insanların fəhlələri ilə zavodda fəhlələri gözünə kimyəvi maddələrin təsiri necə olacaq? O barədə dissertasiya müdafiə edirdi. Buna görə də təcrübə sınaq stansiyası yəni bizdə yaradılmışdı Bakı Şin zavodunda. Biz ora girəndə ayaqlarımızı başqa bir paltar geyinib elə girirdik ora ki, təmiz, səliqəli formada girirdik ki, mən 6 ay demək olar ki, mən bilmədim ki, bu Zərifə xanım, mən yalnız xanım deyə müraciət edirdim. Tapşırıq beləcək xanım deyə müraciət edir. Demək 6 aydan sonra mən bildim ki, Zərifə xanım Heydər Əliyevin bizim birinci katibimiz. Həyat yoldaşı. Bu laboratoriyalarda şüşədən qablar olur. Analizlər aparmağa, rus dilində kolba deyil. Demək, o əlimdəydi. İkinci dəfə, o demək, qarşıma çıxanda ikinci mərtəbədə. Qarşıma çıxanda inanırsınız, bilmirəm, qorxdum mu, bilmirəm, nəsə də həyəcanlandım mı, əlimdən düşdü. Demək, o şüşə qab əlimdən düşdü. Deyiriniz, nə oldu sənə, oğlum, nə oldu? Deyim, heç nə olmur. Deyim, nə əsirsən? Sonra məni sakitləşdirdi. Ondan sonra başladı zavodda bir gün hər gələndə zavodda işləyən fəhlələrin gözlərinin müayinəsinə başladı, baxmağa başladı. Yəni, necə təsir eləyir, necə təsir eləyir. Mən bir gün heç yadımdan çıxmaz. Bir gün demək ki, zavodda sex rəisi kimi işləyəndə zavodda bizə çoxlu məhsullar gəlirdi. Xam məhsullar deyilir ona. Gəlirdi. O bayaq dediyim kimi 72 ingrediyentdən hazırlanırdı, Şin əmələ gəldi. Vagonun qapısını açanda sera meşoxları töküldü, mən də yanında durmuşdum. Ki, açılmır, məni dəvət eləmiş, açılmır, neyini? Öyle açanda seralar gözümə tökülmüşdü. İnanırsınız, mən kükürt, həmin kükürt gözlərimə tökülmüşdü. Onun yalnız kimin gözünə kükürt tökülüb o bilər, o ağrıları. Mən az qalırdım, qışqıram. Təsadüfə baxın, həmən gün Zərifə xanım müalicə eləyir, müayinə eləyir xəstələr, gözündən şikayət eləyənləri. Məni təcili apardılar ora, gözlərimi yudub, mən ağlayırdım. Bax, onun bir sözü məni tam demək olar ki, kiritdi. Oğlum, sən kişisən, kişi də ağlayar mı? Sən dözməlisən. İnanırsınız, mən elə bir gün Allah'a qurban, elə bir Allah Teala tərəfindən mənim gözümün yaşını da səsimi də kəsdi. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə geçsin, elə gəlsin, elə geçsin. Aramızda söz olmasın.